Fevral ayının xüsusilə də artıq 9-u, 10-u və 11-də Qafqazın cənubu Azərbaycan ərazisindəki sinoptik proseslərin mürəkkəb olması gözlənilir. Çünki orta troposferdə həm mülayim rütubətli isti hava dalğasının, həm də soyuq hava dalğasının birləşərək Qafqazın cənubu Azərbaycan arasından keçməsi gözlənilir. Yəni Azərbaycan ərazisi həm subtropik rütubətli hava axınlarının təsiri altında olacaq, həm də şimaldan daxil olan soyuq havanın təsiri altında olacaq. Nəticədə fevral ayının 9-dan başlayaraq fevral ayının 10-u və 11-i günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin kəskin soyuması, intensiv xarakterli sulu qar və qarın yağması, hətta fevral ayının 10-u axşama doğru və 11-i günün birinci yarısına qədər olan müddət ərzində qarın güclü yağması və yer şiddətli yağması gözlənilir və yaş qarla qarışıq ağır qarın yağması nəticəsində fəsadların yağılması ehtimalı var. Bu proses Bakı-Abşeron arasında güclü və şiddətli şimal küləklərindən müşahidə ediləcək. Bakıda sulu qar yağması, fevralın 10 axşamı doğru və 11 günün birinci yarısında isə Bakıda sulu qarın qarla qarışıq yağması nəticəsində qısa müddətli qar örtüyünün yağması ehtimalı var. Artıq fevral ayının 12-sindən başlayaraq Azərbaycan arasında hava şəraitinin sabitləşməsi, artıq fevral ayının xüsusilə də 14-də, 15-də, 16-sında isə artıq isti dəfənin təsirindən Azərbaycan arasında hava şəraitinin sabitləşməsi gözlənilir. Lakin Avropanın əksər ərazilərində, Türkiyənin şimal-qərb rayonlarında, Rusiyanın qərbində, Qaradəniz ərazisində, Şərqi Avropada isə güclü qış fırtınalarının aktiv olması gözlənilir.